Azərbaycan Tibb Universitetinin əməkdaşı Özbəkistanda keçirilən konqresdə birinci yerə layiq görülüb. Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Onkoloqlarının ikinci konqresində Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının nümayəndə heyəti müvəffəqiyyətlə iştirak edib. Tədbir çərçivəsində kafedranın dosenti Tamara Quliyeva, dosent Samirə Səfərova və baş laborant Sürəyyə İmanova maraqlı məruzələr ilə çıxış ediblər. 700-ə yaxın iştirakçının qatıldığı konqresdə dosent Samirə Səfərova ən yaxşı poster çıxışı nominasiyasında birinci yerə layiq görülüb. Samirə Səfərova həmçinin Özbəkistanın Səhiyyə naziri Asılbek Xudayarov tərəfindən diplom və xüsusi mükafatla təltif olunub. Dosent Samirə Səfərova STV-yə konqres haqqında təəssüratları haqqında danışarkən bildirib ki, Türk Dövlətləri Onkoloqlarının ikinci beynəlxalq konqresi çərçivəsində elmi proqramda iştirak etmək onun üçün böyük peşəkar əhəmiyyət kəsb edib. Konqres zamanı təqdim etdiyim məruzə moderator qismində apardığım elmi sessiyalar və tədqiqat, işimin birinci yer mükafatına layiq görülməsi, onkologiya elminin aktual istiqamətləri üzrə aparılan işlərin beynəlxalq səviyyədə qiymətləndirilməsi baxımından xüsusi önəm daşıyır. Bu mükafatı Özbəkistan Respublikası Səhiyyə naziri cənab Asilbek Anvaroviç Xudayarovdan almaq isə xüsusilə qürur vericidir deyə həkim bildirib. Bu nailiyyəti qürurla təmsil etdiyim Azərbaycan Tibb Universiteti Onkologiya kafedrası və klinikasının multidisiplinar yanaşma, klinik təcrübə ilə elmi tədqiqatların inteqrasiyası və həmkarlarla səmərəli əməkdaşlığın nəticəsi kimi dəyərləndirirəm. Klinika rəhbərliyinə başda akademik Əhliman Əmiraslanov, Tamara Quliyeva olmaqla bu şəraiti yaradan hər kəsə dərin minnətdarlığımı bildirirəm deyə dosent Samirə Səfərova fikrini tamamlayıb.